Bu dəfə sırada S, Ş və T hərfi ilə başlayan bəylər var. Bu hərflərin adamları bəzən səni göylərə qaldırar, bəzən də bir uçurumun kənarında saxlayır. Partnyorunun adı bu hərflərlə başlayırsa, bu videoda çox şey tapacaqsan. Adı S hərfi ilə başlayan bəy sözlərlə ovudar, səbirsiz sevər. S kişisi də çox danışandır. Sözü ilə adamı həm ovudar, həm də yandırar. O sevdiyini tez göstərər. Yəni gözlətmək, dolayısıyla sevmək onun işi deyil. Münasibətdə sürətli irəliləyər. Bəzən sən hələ tanımağa çalışarsan, o artıq toy planı qurar. Qısqanc ola bilər, amma bunu sözlərlə gizlətməyə çalışar. Ən zəif nöqtəsi isə səbirdir. Sənə qarşı, həyatına qarşı, hər şeyə qarşı tələsir. S kişisi sənə tez aşiq olar, amma eyni sürətlə də inciyib çəkilə bilər. Adı Ş hərfi ilə başlayan bəy, şirinlik ustası, şeytanlıqda peşəkardır. Ş kişisi çox vaxt şirin danışan, zarafatçı və cazibədar biridir. Onun yanında darıxmaq olmaz. Amma xəbərin olsun ki, şirinliklərinin arxasında biraz da şeytanlıq yatır. Yəni hər dediyinə inanma. Münasibətdə hər şeyin oyun və əyləncə ilə getməsini istəyər. Ciddi mövzulardan qaçmağa meyillidir. Səni güldürər, sevdiyini hiss etdirər, amma bəzən ciddiyyət və məsuliyyət məsələsindən yayanır. Özünü uşaq kimi aparsa da, sənə qarşı həqiqətən bağlanıbsa çox sadiqdir. Ş kişisi sanki şəkərə sarılmış limon kimidir. Həm şirindir, həm turş. Adı T hərfi ilə başlayan bəy təhlilçi, tərs və təhlükəli dərinlikdədir. T kişisi çox düşünür, analiz edir, ölçür, biçir. Bir qərar verənə qədər içindən min fikir keçir. Sən bunu belə edək deyərsən, o niyə deyib hər şeyin əsasını soruşar. Bu kişilər tərs ola bilərlər, yəni öz bildiklərindən dönmək çətin olur. Sevgidə dərin, sabit və ciddi yanaşma göstərir. Oyun, zarafat onun işi deyil. Amma bir dəfə inciyibsə, onu yumşaltmaq asan deyil. Qürurludur, həssaslığını gizlədər. T kişisi sənə ağlını da, qəlbini də verir. Amma tərsliyinə dözməlisən. Bugün adı S, Ş və T hərfləri ilə başlayan kişiləri danışdıq. Biri səbir bilmir, biri şirinliklə baş aparır, biri də tərsliyinin dərinliyində gizlənir. Əgər həyatındakı kişi bu hərflərdədirsə, mütləq şərh yaz, görüm sənə uyğun gəlirmi? Abunə ol, paylaş, dəstəyini əsirgəmə. Görüşənədək.